Salam, mən Ceyhun Əhədov, coğrafiya üzrə təlimçi müəllim. Bugün sizlərə Azərbaycanın inzibati xəritəsindən rayonlarımızın anklav və eksklavları haqqında məlumat verəcəm. Ümumiyyətlə, anklav nədir, eksklav nədir? Anklav bir rayonun hansısa bir inzibati ərazisinin başqa bir rayonun ərazisinə deməli, məxsus olan inzibati ərazinin həmin rayon ərazisində yerləşməsidir. Bu anklavdır. Eksklav isə həmin rayonun ərazisinin başqa bir rayon ərazisində yerləşməsidir. Bu eksklav adlanır. Gəlin görək, ölkəmizin inzibati rayonlarının hansının anklavı və eksklavı mövcuddur. Gəlin başlayaq. Keçid edək xəritəyə. Belə ki, deməli, Qaradağ rayonunun bir inzibati mərkəzi Abşeron rayonunun ərazisində eksklavdır. Yəni, həmin ərazi Abşeron rayonu üçün anklav sayılır. Abşeron rayonunun da müəyyən ərazisi, inzibati mərkəzi Qaradağ rayonu ərazisində, deməli, eksklav ərazi hesab edilir. Quba rayonunun 3 dənə inzibati mərkəzi müvafiq olaraq Siyəzən və Şabran rayonlarının sərhədində yerləşir. Yəni, Quba rayonunun həmin inzibati mərkəzləri bu region üçün anklav, Quba rayonu üçün isə eksklav hesab edilir. Belə bir mərkəzimiz Oğuz rayonunda da mövcuddur. Oğuzun bir inzibati mərkəzi müvafiq olaraq Şəki, Qəbələ və Ağdaş rayonlarının sərhədində yerləşir. Qeyd edə bilərik, artıq anklav və eksklav qeyd ediləcəm. Bunun məntiqini başa düşdük. Davam etsək biz, digər belə bir inzibati mərkəzimiz Füzuli rayonundadır. Füzuli rayonunun bir inzibati mərkəzi Xocavənd rayonu ərazisində yerləşir. Deməli, Cəbrayıl rayonunun bir inzibati mərkəzi Xocavənd rayonu ərazisində yerləşir. Laçın rayonunun bir inzibati mərkəzi Xocavənd rayonu ərazisində yerləşir. Eyni zamanda Xocavənd rayonunda inzibati mərkəzlərindən biri Qubadlı rayonunun deməli ərazisində yerləşir, qeyd edə bilərik. Şuşa rayonunun 2 dənə inzibati mərkəzi, yəni kəndi Xocalı rayonu ərazisindədir. Məşhur Malıbəyli və Naxçıvanlı 1-ci Qarabağ müharibəsində burada ağır döyüşlər gedibdir. Məhz bu kəndlər Şuşa rayonuna aiddir, amma Xocalı inzibati ərazisində yerləşir, qeyd edə bilərik. Ağdam rayonunun inzibati ərazisi isə Tərtər rayonu ərazisinə düşür. Qeyd edə bilərik ki, məhz bu adını çəkdiyimiz inzibati vahidlər anklav və eksklav adlanır. Ölkəmizin qonşu ölkədə olan anklavı və eksklavı hansıdır? Bunlar müvafiq olaraq Qazaxın kəndləri, bir neçə kəndləri və eyni zamanda Sədərəyin bir inzibati mərkəzi Kərki adlanan hissəsi məhz Naxçıvanda anklavda qalmışdır. Naxçıvanın anklavında qalıb, amma Azərbaycana məxsus eksklav ərazi hesab edilir. Ölkəmizin anklav və eksklavları haqqında bu qədər. Düşünürəm ki, faydalı oldu. İmtahanlarda bundan bəzən istifadə edilir. Diqqətli olmağımız şərtdir. Sağ olun.